Qarabağda faydalı yataqların qanunsuz istismarına qarşı ekoloji terrora son devizi ilə keçirilən aksiyanın 83-cü günüdür. Ərazidən hər gün onlarla nəqliyyat vasitəsi maneəsiz hərəkət edir. Bugün də Rusiya sülh məramlarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə aid bir neçə avtomobil ərazidən keçib. Azərbaycan milləti qoruyacaq sərvəti, ekoloji Tam 83 gündür ki, yolun hər iki istiqamətində bax bu mənzərə var. Demək olar ki, 24 saat fasiləsiz olaraq iştirakçılar öz etirazlarını bildirib ərazilərimizə törədilən ekoloji cinayətlərin dayandırılması uğrunda mübarizə aparırlar. Hər zaman olduğu kimi aksiyaların 83-cü günündə də Azərbaycan himnini səsləndirərək başlayan ekofəallar Azərbaycan, İngilis və Rus dillərində şüarlar səsləndirməklə ərazilərimizdə törədilən ekoloji terrorun dayandırılmasını tələb edirlər. Aksiya keçirildiyi ilk gündən Xankəndi-Laçın yolunda humanitar məqsədlər üçün heç bir nəqliyyat vasitəsinə maneə törədilməyib. Bugün də ərazidən Rusiya sülh məramlı kontingentinə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin hərəkətinə şərait yaradıldı. Aksiyanın ilk günündən ümumilikdə 3000-dən çox nəqliyyat vasitəsinin ərazidən sərbəst keçidi təmin olunub. Aksiyamız tamamilə dinc şəkildə davam edir və biz öz haqlı tələblərimizi aksiyamız vasitəsilə dünya ictimaiyyətinə çatdırırıq. Bizim tələblərimiz qarşı tərəfə, dünya ictimaiyyətinə açıq və bəllidir. Bütün şəraitimiz də yaxşıdır. Yəni burada bizə yaxşı qulluq olunur. Etiraz aksiyalarımızda bir irəliləyiş var. Öz mövqeyimizdə qəti nümayiş etdiririk. Hava şəraitinin dəyişməsinə asılı olmayaraq Azərbaycan gəncinin gücünü dünya ictimaiyyətinə çatdırırıq. Ekofəallar aksiyanı yüksək əzmlə davam etdirirlər. Çox səmimi bir vəziyyət var burada. İstər kollektivlərimiz olsun, istər rəhbərliyimiz olsun. Burada olma səbəbimiz ekologiyamızı qorumaq, istismar olunan təbii sərvətlərimizin istismar olunmasının qarşısını almaqdır. Və biz tələblərimizin yerinə yetirilənə qədər buradayıq. 3 aya yaxındır davam edən ekofəalların aksiyası Qarabağ İqtisadi rayonunda yerləşən faydalı yataqların qanunsuz istismarının dayandırılması tələbi ilə keçirilir. Fəallar həm qanunsuz istismara, həm də ekoloji terrora son qoyulana dək aksiyanı davam etdirmək əzmindədirlər. Elnur Tofiq, Elmin İspəndiyarov, Rüstəm Mikailzadə, İlkin Cəlilzadə, ASTV Xəbər.